Rusiya nüvə təlimlərinə start verib. Təlimlərdə Rusiyanın strateji raket qüvvələri, Sakit Okean və Şimal donanmaları, uzaq mənzilli aviasiya komandanlığı, Leningrad və mərkəzi hərbi dairələrinin 64 min şəxsi heyəti, 140-dan çox təyyarə, 73 hərbi gəmi və 13 sualtı qayıq da daxil olmaqla 7800-dən çox hərbi texnika iştirak edir. Manevrlərin mayın 21-nədək davam edəcəyi bildirilib. Təlimlərə Rusiyadakı sınaq poligonlarında ballistik və qanadlı raketlərin atılması da daxildir. Təlimlərdə o cümlədən Belarusda yerləşən nüvə silahlarının istifadəsi məsələsinin də işləniləcəyi bildirilib. Учения, отрабатывающие возможность применения ядерного оружия, это актуальность. Nüvə silahının tətbiqinin işlənilməsi təlimləri bugünün aktuallığıdır. Əlbəttə ki, belə təlimlər əvvəllər Sovet İttifaqı dövründə də keçirilib. O zaman bu təlimlər SSR ilə Amerika Birləşmiş Ştatları arasında balansı dəstəkləyirdi. İndi isə qərbi siyasətçilər nədənsə hesab edirlər ki, dünya prinsipcə dəyişib. Daha Rusiyanı hədələmək və məhv etmək olar və bu cavabsız qalacaq. Ona görə də Moskva nüvə təlimləri keçirməklə qərb sivilizasiyasını təhlükə halında nəyin gözlədiyini onlara nümayiş etdirmək qərarına gəlib. Rusiyalı ekspertlər hesab edirlər ki, Rusiyanın hərbi doktrinasında nüvə silahından hücum elementi kimi istifadə qeyd olunmasa da, Avropadan Rusiya əleyhinə çağırışların səslənməsi, misal üçün Baltik dənizinin blokadaya almaq, Kaliningradı tutmaq kimi təhdidlər Rusiya üçün casus belli anlamına gələcək və bu da Rusiyanın nüvə silahı ilə Avropaya zərbə endirməsi ilə nəticələnə bilər. Moskvada ümumilikdə Rusiyada nüvə silahının tətbiqini istəyənlər var. Onlar istəyirlər ki, bir dəfəlik məsələ həll olunsun. Mən düşünürəm ki, bu baş verəcək. Lakin artıq neçə ildir ki, xüsusi əməliyyat davam edir və əhalinin əksəriyyəti sual verir ki, niyə güclü zərbə endirmirik? Bu qərarı Ali Baş Komandan verir. Əgər Rusiyanın milli təhlükəsizliyinə təhdid yaranarsa, o zaman Moskva nüvə silahı daxil arsenalında olan bütün silahlardan istifadə edəcək. Ukraynada isə hesab edirlər ki, Rusiya cəbhədə problemlər yaşadığına görə nüvə silahı ilə hədələmək strategiyasını seçib. Nüvə təlimlərinin keçirilməsi, nüvə silahının mövcudluğunun xatırlanması, son zamanlar Sarmat, Areşnik kimi silahlardan tez-tez danışılması Rusiyanın özünün zəifliyini göstərir. Biz bu zəifliyi Moskvanın Ukraynadan 9 may paradına zərbə endirməməklə bağlı xahiş edərkən də gördük. Son baş verənlər Rusiyanın hava hücumundan müdafiə sistemlərini zəif olduğunu nümayiş etdirir. Bu zəifliyi ört-basdır etmək üçün Moskva yenə nüvə silahı mövzusuna əl atır. Rusiya Müdafiə Nazirliyinin nüvə təlimlərinə başlanılması məlumatından sonra Rusiya Xarici Kəşfiyyat Xidməti də son dərəcə diqqət çəkən məlumat yayıb. Belə ki, qurum Ukraynanın Latviya ərazisindən Rusiyaya zərbə endirməyə hazırlaşdığını açıqlayıb. Bildirilib ki, Kiyev Riqanı Rusiyaya qarşı əməliyyata razılıq verməyə inandırıb. Açıqlamada Ukraynanın Rusiyaya hücum etmək üçün Baltikyanı dövlətlərin ərazisindən dronlar buraxmağı planlaşdırdığı Ukrayna PUA qüvvələrinin heyətinin artıq Respublika ərazisindən Rusiyaya hücum etmək üçün Latviyaya göndərildiyi qeyd olunur. Rusiya Xarici Kəşfiyyat Xidməti Latviyadakı qərar qəbul etmə mərkəzlərinin koordinatlarının məlum olduğunu və Latviyanın NATO üzvlüyünün onun Rusiyanın qisasından qorumayacağını bəyan edir. Fərid Əkbərov, İTV Xəbər, Moskva.